sen qəmgimə, o vaxt dönəcəm mən sənə, hələ yad əldədir yurdumuz, yuvamız, bitib tükəndiyi o qan davamız. Hələ yad əldədir yurdumuz, yuvamız, bitib tükəndiyi o qan davamız. Azerbaycan şehitleri adından Kerbela ziyaretine gitmeye hazırsınız. Geriye. Zanlı şehit Gegeni, Singiz Mustafaev, Maiz Asadov, Süleymanov Sabuhi, İsmailov Ramin, Singiz Kurbanov, Allahverdi Bağırov, Bayramov Serkan, Nazarov Şahlar. Dikkat! Sola! Düz! Allah! Muhammed! Yani! İki destek! İleri! Salavat! Allahümme! Sallallahu! Muhammed! Ali Muhammed! Azerbaycan şehitleri adından Kerbela seferine hazırsan! Hazırsan! Singiz Mustafaev! Sefere! Oldu! Allah verdi Bağırov! Sefere! Oldu! Emin Bağırov! Sefere! Oldu! Mehmetov! Maşallah! Sefere! Uliyev! Sefere! Şabanov Karim! Sefere! Oldu! Aliyev Fega! Sefere! Oldu! Maiz Asadov Gallo! Sefere! Oldu! Süleymanov Sabuhi! Sefere! Oldu! Süleymanov Sabuhi, İlyasoğlu, onun yanında olan söhbətlər həmişə özündə qalardı, heç kəsə deməzdi. Yəni elə seçilirdi. Süleymanov Sabuhinin mən balaca qardaşıyam, evinin son beşiyəm. Mən Sabuhini belə yadımda qalan, mən çox kiçik idim o vaxtlar. Yadımdadır ki, evdə oturmuşduq, elə ailəmizlə döyüş gedirdi, Azərbaycanda müharibə gedirdi, çox qızğın vaxtlar idi. Bir vaxt qapı döyüldü, onda da Sabuhi bir ay yarım döyüldü, cəbhədəydi, evdən qaçmışdı. Düzgün idi. Sirdaşda oydu köy ana, bacı kardeş arasında mehriban idi. Birimize hatırını deyildi. Bağışla beni, seni tek koydum. Vatan sağ olsun. Padar kalırdı, gönül alırdı. Bayramov Sabuhi! Sefere! Oldu! Zanlı şehit Gegeni Razim! Sefere! Oldu! Halilov Rizvan! Sefere! Oldu! İsmailov Ramin! Sefere! Oldu! Vatan sağ olsun. Benim çok deyiləcək. Ali İmran surəsinin 169-cu ayəsində buyurulur: Allah yolunda öldürülənləri əsla ölü zənn etməyin. Əksinə diridirlər və onlara Rəbbi yanında ruzi verilir. Bir şey demək istəyirəm. Çox şey danışmaq olar, amma nə demək istəyirəm? Bunlar bilə-bilə torpaqlarının azadlığına öz canlarından keçdilər. Bilə-bilə ki, məsələn, o məqsəd qoyurlar qabaqlarına ki, mən bu məqsədə çatmaq üçün hətta canımdan belə keçməyə hazırım. 1-ci Gəncə Ərazi Müdafiə Batalyonunun komandiri olmuş Mehman Ələkbarovun
döyüş səhnəsindən, döyüş yollarından, onun Şamaxı şəhərində direktor müavini işləməsi və Şamaxı Ərəbşalbaş kəndi deyilən bir kənd var idi. Orada direktor müavini işləyirdi. Oranın direktoru Məmməd müəllim bax bu kitabda onun haqqında yüksək fikirlər yazıb. Yandıraq Babəkin sönmüş odunu, dərk salaq xətai siyasətindən, vətən bizimkidir, gərək biz onu qoruyaq yadların pis niyyətindən. Görək gələcəyi bugünkü gözlə, sabahı düşünən, duyan baş olaq. Ağlımız, istimiz, məsləkimizlə vətənə lazımlı vətəndaş olaq. Əzəmətlər bəyin ziyarətində Nəcəfdən Kərbəlaya doğru olan yürüşdə vətənimizin şəhidlərinin xatirəsini anmağı özümüzə borc bildik. Üzərində var olduğumuz bu torpaqlar vətənimiz Azərbaycandır. Vətənimizin var olmasından ötürü çox sayda igidlərimiz öz canlarından keçərək şəhadət məqamına ucalmışdırlar. Şəhidlik elə bir məqamdır ki, şəhidin qanı heç zaman hədər olmaz. Əksinə, özündən sonra gələn nəsillərin qanına sıçrayar. İmam Hüseyn ağa şəhidlər sərbəridir, şəhidlər ağasıdır. Allaha sonsuz şükürlər olsun ki, Allah bizə bu səadət səfərində vətənimizin şəhidləri adından İmam Hüseyn ağamızı ziyarət etməyi nəsib etdi və biz Kərbəlada çox dualar etdik və həmçinin o duanı etdik ki, inşallah bir gün nəsib olar bizlərə Qarabağ torpaqlarında şəhidlərimizin xatirəsini anarıq. Allahu